Bu ölkədə insanlar niyə getmək istəyir? Hamı bir çamadanın içinə sığacaq yeni bir həyatın xəyalını qurur. Amma sual budur. Biz bir yerə getmək istəyirik, yoxsa sadəcə olduğumuz yerdən qaçırıq? Çünki qaçmaq və getmək eyni şey deyil. İqtisadiyyat sadəcə rəqəmlər deyil. O sənin gələcəyə olan inamındır. Orta maaşın 1102 manat olduğu yerdə kvadrat metri 2500 manat olan mənzil xəyalı insanı yorur. Orta təbəqə formalaşdırmaq əvəzinə borc və ehtiyac arasında sıxılıb qalıb. İnsanlar daha çox qazanmaq üçün yox, qazandıqlarının bir dəyərli olduğunu hiss etmək üçün köçmək istəyirlər. Perspektiv nədir? 10 il sonra özünü harda gördüyünü bilməkdir. Əgər 10 il sonranı düşünəndə qarşında sadəcə ipoteka və qeyri-müəllik görünürsə, deməli perspektiv yoxdur. Gənclər gələcəyi burada inşa etməkdənsə, hazır qurulmuş sistemlərin bir parçası olmağa çalışır. Çünki sistemlə mübarizə aparmaqdansa, onun içində yox olmaq daha asan görünür. Amma ən dərini psixoloji yorğunluqdur. Hər gün eyni problemləri müzakirə etməkdən, eyni iqtisadi qorxuları yaşamaqdan gələn yorğunluq. İnsanlar sadəcə pasport dəyişmək istəmir. Onlar çiyinlərindəki o görünməz yükdən qurtulmaq istəyirlər. Sual isə budur. Getdiyiniz yerdə özünüzü tapacaqsınız, yoxsa buradakı problemləri də o çamadanda özünüzlə aparacaqsınız?